52-də baxaq. Birincidə hansı ədədin 16-da hissəsi 16-da 6 hissəsi 60-ın 0,3 hissəsinə bərabərdir? Hansı ədədin 16-da 6 hissəsi 60-ın 0,3 hissəsinə bərabərdir? 10-da 6x bərabərdir. 60'ı 0,3'e vuranda 18. İndi burada x neye beraber olacak? 18'i 10'a vurup 6'ya böləcəyik. İxtisar gedəcək. X bərabərdir 30. Bu belə. Keçdik növbətiyə, ikincinin həllinə. İkincidə hansı ədədin bir dəqiqə bunu pozum. Deməli ikincidə hansı ədədin deyir 0,25 hissəsi 130'un 0,4 hissəsinə bərabərdir. %25 vurulsun x bərabərdir. 130 vurulsun 10'da 4. İxtisar getdi. 4'də 1 x bərabərdir. 13 4'də 52. X bərabərdir. 4 vur 52. X bərabərdir. 4'də 52 208. Sonra keçək növbətiyə. Üçüncüsü. Hansı ədədin 0,6 hissəsi 90'ın 18'də 4 hissəsinə bərabərdir? Bu da eləyirik x 20 böl 0,6 x bərabərdir 20 vurulsun 10 bölünsün 6 bizə nə verəcək? 10 burada 3 x bərabərdir %3 x bərabərdir 33'dan 3'də 1. Sonra növbəti dördüncüyə baxaq. Dördüncüdə Əli sınaq imtahanında 140 testdən 0,7 hissəsini cavabladı. Neçə sualı yerinə yetirdi? 140'ı 0,7 hissəsini tapmalıyıq. Bunu da ne edəcəyik? Vuracağıq 0,7'ye. Yəni 140'ı testdən 0,7 hissəsini. 7'ye vurup 100'e bölsək 98'i 10'a bölsək belə deyək. Burada 0,7 hissəsini deyəndə 140'ı 10'a 100'e niye böldük? 10'a bölməliydik. 10'da 7. Bunlar ixtisar getdi. Burada cavabımız oldu 98. İndi 5-cidə Kamil ona təqdim edilmiş 120 testdən 0,6 hissəsinə Gülarə isə ona təqdim edilmiş 160 testdən 0,4 hissəsində cavab verdi. Hansını daha çox? Ayrı-ayrı tapırıq. 10'da 6 ixtisar getdi. Cavab edir 72. Sonra 160'ın 0,4 hissəsi. Bu aydındır ki, bununla virgül ataq. Elə buradan. 4'ə vuranda 16'nı 64 edir. Hansı böyükdür? 72 64'dən böyükdür. Kamil daha çoxuna cavab verib. Keçək növbətiyə. Növbəti olacaq. Deməli 6-cı. Qatar birinci gün 180 kilometr. 180 kilometr. İkinci gün 4'də 3. İkinci gün bunun 4'də 3'ünü. 180'in 4'də 3'ünü tapırıq. Deməli burada eləyir 45. 45'i 3'ə vuranda. 45'i 3'ə vuranda eləyəcək.
Davam eləyək. 45-i 3-ə vuranda nə eləyir? Deməli 5, 135. Burada 6-da 135. Qatar 2 günə neçə kilometr getdi? 180 üstünə 135 gələcək. 315 kilometr gedib. Bu 6-nın həlli. İndi keçək 7-yə. Bir dəqiqə bunu pozaq. Keçək 7-yə. Bəli. 7-də Mahmud 280 səhifəlik nağıl kitabının 28-də 3 hissəsini birinci gün İxtisar getdi 13-ə 30. İkinci gün qalan kitabın 5-də 3 hissəsi, 5-də 2 hissəsi. 100. Deməli, Mahmud 2 günə neçə səhifə oxudu? 100-ün üstünə 30 gələcək. 130. 130 səhifə oxumuş olacaq. Keçdik növbətiyə. 8-ciyə. 8-ciyə də keçərik. Bir dəqiqə bunu pozaq. Deməli, 8-də burada olacaq 8-də. Velosipedçi 2 günə 60 kilometr yol getdi. 2 günə. O birinci gün bütün yolun yol x-dırsa, yox, yol 60 kilometrdir. 60 kilometrdirsə 60-ın 5-də 3-ün gedib. Nə qədər eləyir? 12-nin 3-ə 36 kilometr. İkinci gün neçə kilometr getdi x? 60-dan çıxırıq 36-nı. X-i tapmaq üçün x bərabərdir 24 kilometr yol gedib. 9-da deyəsən bu məsələnin ardı var. Eləmi? Ardı olmalıdır bu məsələnin. 9-da baxaq, mən ardını çəkib götürməmişəm. Kitabda amma var. 9-da baxaq. Kamilin 64 manat pulu var idi. O əvvəlcə pulunun 4də 1 hissəsini, sonra qalan pulun 16-da 2 hissəsini dəftər aldı. Kamilin neçə manat pulu var? Deməli, 64-ün 4də 1-nə kitab alıb. 16 manata kitab alıb. 64-dən 16 çıxacaq. 48 manata qalıb. Qalan pulun da 16-da 2-sinə dəftər alıbsa, 6 manata dəftər alıb. Deməli, 64-dən çıxıram 16 üstə gəl 6. 64-dən 22 çıxıram 42 manat. Sonra davam edirik. 10-cu. Uşaqlar, 10-11 şifahi oxuyub yazacağım. Sizdə yəqin kitab var. Ekrana qoyamayacağım şəkil, çünki çəkməmişəm. 10-da zavod 3 günə 90 maşın istehsal edib. Birinci gün, ikinci gün 3 günə. 3 günə cəmi 90 maşın istehsal edib. Baxaq, 10-cunun cavabıdır. Qələmdə yazılır artıq, hə? Deməli, neynədir bu? Birinci gün 18-də 7-sini. İxtisar getdi 35 maşın. İkinci gün 90-ın 18-də 6-sını. 30 maşın. Üçüncü gün nə qədər? Üçüncü gün 90-dan çıxacaq. 30-dan 35-in cəmi 25 maşın. İndi isə 11-ə baxaq. 11-də Milli Məclisdə 125 deputat var. Onlardan 25-də 12-si təklif olunmuş qərarın leyhinə. 125-in 25-də 12-si leyhinə. 60 nəfər leyhinə. 5-də 2 hissəsi isə əleyhinə. 125-in 5-də 2-si isə 50 nəfər əleyhinə səs verib. Deputatlardan neçə nəfəri təklif olunmuş qərara səs vermədi. 125-dən çıxacaq. 60-dan 50-nin cəmi. 125-dən 110 çıxanda 15 nəfər səs verməyib. 53-dən başlayaraq həllərə baxaq.
53-54'ün həllərini bu formada yazmışam sizin üçün. Çünki vaxt məhdudiyyəti var. Hamısını bir-bir izah etməyə vaxt yoxdur. Yazmışsınızsa həlləri buradan yoxlaya bilərsiniz. İndi isə keçək 54'də. Burada yarımçıq qalıb misalın hesabı. 35'i vurmalıyıq 5'də 4'ə və 7'də 6'ya. Burada bunlar ixtisar gedir. 4'də 6'ya cavab 24 etməlidir. Digərlərinin də hamısının cavabı var. Həllərə buradan baxa bilərsiniz. Keçək növbəti misalın həllinə. Burada hardan başlayır? Hə, buradan. 55'in də həllərini yazmışam. Yazıb yoxlaya bilərsiniz. Çalışmalar çox vaxt aparır. Yəni çalışmaları yazmağa çox vaxt lazım olur deyə. Mənim də elə vaxtım yoxdur. Ona görə həlləri bu cür sizə təqdim edirəm. 56'nı izah edəcəyəm. Deməli, bunlara baxdıqsa keçək 56'ya baxaq. Deyir ki, 5'dəki hissəsi 36 olan ədəd. Hər hansısa bir ədədin 5'dəki hissəsi 36'dır. Belə çıxır ki, biz 36'nı 5'də 2'yə bölüb aldığımız ədədi vurmalıyıq 3'də 1'ə. Burada kəsir bölmə olduğuna görə 36'nı vuracağıq 2'də 5'ə. Onu da vuracağıq 3'də 1'ə. Ardıcıl ixtisar aparaq. 6 qalır. 6 vurulsun 5'dən isə 30 alınır. Keçək ikincinin həllinə. İkincidə 30'u böləcəyik 4'də 3'ə. Vuracağıq 8'də 5'ə. Yazmaq istəmədi. Belə. 30'u vuracağıq 3'də 4'ə. Vuracağıq 8'də 5'ə. Baxa, 3 ilə gedir ixtisar. Burada qalır 10. 18'dən də ixtisar gedir. Qalır məxrəcdə 2. Surətdə 5 vur 4 vur 5. Bu 4'də 2 ixtisar gedir. 2 vurulsun 5 vurulsun 5'də. Biz 50 alacağıq. Bu 2'nin həlli. İndi keçək, davam edək. 6 dənə misaldır. 6'sının da həllinə davam edək. Deməli, baxırıq. Hansına baxırıq? 2'ni yazdıq 3-cüyə. 3-cüdə 4'də 7 hissəsi 42 olan. 42'ni böləcəyik 4'də 7'yə. Vuracağıq 8'də 3'ə. Yəni 42'ni vuracağıq 7'də 4'ə. Vuracağıq 8'də 3'ə. 6. Bunlar da ixtisar gedir 2. 6'nı 3'ə vurub 2'yə bölsək. 3'ü 3'ə 9. 4-cü. 50'ni böləcəyik 8'də 5'ə. Vuracağıq 4'də 3'ə. Burada 50'ni vuracağıq 5'də 8'ə. Vuracağıq 4'də 3'ə. İxtisar gedir 10. İxtisar gedir 2. 10'u 6'ya 60. 5-ci. 4'də 3 hissəsi 12 olan. 12'ni böləcəyik 4'də 3'ə. Vuracağıq 2'də 1'ə. 12'ni vuracağıq 3'də 4'ə. Vuracağıq 2'də 1'ə. Getdi ixtisar. 2, 2'ni də 4'ə 8. Sonra 6'cını baxaq. Necə yazacağıq? Belə 6'da yazırıq. 30'u böləcəyik 7'də 3'ə. Vuracağıq 14'də 3'ə. 30'u vuracağıq 3'də 7'yə. Vuracağıq 14'də 3'ə. İxtisar gedəcək 10. İxtisar gedəcək 2. 10 vur 3 böl 2. Bunlar da ixtisar gedir 5 qalır. 5'i 3'ə vuranda nə edəcək? 15. Bu qədər. Davam edək. Davam edək növbəti misalına. 7'nin də həllini yazmışam. 58'in birincisinin həlli yazılıb. Deməli, birincidə hansı natural qiymətlər olmalıdır? 1 və 2. İkincidə en kiçikdir 7, 21'də 16. Deməli, 3'ə vururuq burada surət və məxrəci. Edir 21, bura 3'in. Burada 21'də 16. 3'in 16'dan kiçikdir. En burada kiçikdir. 16'nı 3'ə böləndə 5 tam. 3'də 1. Yəni en bərabərdir
1, 2, 3, 4, 5. Davam edək. Bu birin həlli, 1 ilə 2-nin həlli. İndi isə hamısını bu qayda ilə həll edəcəyik. Deməli, baxırıq. Üçüncüdə 40 n 40 52. Deməli, uşaqlar, burada deməli surətləri bərabər olan kəsirlərdə tərsinədir. Məxrəc kiçik olmalıdır ki, kəsir böyük olsun. Yəni məxrəc onda n 52-dən kiçik qiymətlərində mümkündür. Sonra burada dördüncüdə 4 n 6 20. Deməli surətləri ortaq eləsək 12 aşağıda 3 n 6, bu da 40. Bayaqki kimi, yox 6 deyil, bu da 12-dir. Bayaqki kimi, əgər surətlər bərabərsə, məxrəci kiçik olan böyükdür. Yəni 40-dan kiçik qiymətlərində böyük olacaqdır. Bu bir kəsir. Onda n bərabərdir 40-ı 3-ə böləndə neçə dəfə düşəcək? 43-ə 13,1. Deməli 1-dən 13-ə qədər qiymətlərində. N bərabərdir 1, 2 nöqtələr və 13. Davam edirik. 5 və 6-nı izah edirəm. 5 və 6. 5-də. Deməli 5-də 4-ü 7-yə n və belə 7n 37. Belə 7 n kiçikdir 37. En kiçikdir 5 tam 7-də 2. En bərabərdir 1, 2, 3, 4, 5. Sonra 6'ya keçək. 6'da 35'in 22 30 5 en kiçikdir 22 en kiçikdir 4 tam 5'də 2. Deməli en bərabərdir 1 2 3 4. 7'də 36'da 40 kiçikdir 10 en. Bu da 40. Deməli 36 böyük olacaq. 36 böyük olacaq. 10 en. 3,6'dan kiçik. 1, 2, 3. Bunlar da belə. Geçdik indi 8'ə. 9'a. 8'də 25, 18. 5 endi burada. Her tarafı 5'e vurmuşuq. 18 5 enden böyükdür. 5 tam 5'də 3 en bərabər 1 2 3 4 5. Bu da 8'in həlli. İndi keçirik 9'a. 9'da 33'də 30 kiçikdir 3 en. Bu deməli burada 33 isə bunun məxrəci deməli 10 en surətdə 30 olacaq. Yəni surətlərdə demişdik bərabərliyində tərsinə götürürük. 10 en 3,3'dən kiçik qiymətlərində en 1 2 3 keçirik 10'a. 10'a baxaq. Neçəsi qaldı? 14 dənədir. 10'uncu. 10'uncu da deməli 18 3 en. Bu 3'ü 15 olması üçün surəti məxrəc 5 olacaq. Yəni surəti məxrəci 5'ə vurduq. Buradan da yenə tərsinə götürürük.
18-i 5-ə böləndə eləyəcək 3/5-də 3. Bu da n bərabərdir 1, 2, 3 qiymətlərində. İndi 11-ə baxaq. 11-də 11-i tapaq. 11-də belə olacaq. Deməli 6, 42, 7. Ortaq məxrəc 42, 7, 42. 6-nı da 4-ə 24. Surət məxrəci eyni bir ədədə vurdum. 7-dən böyük. Hər tərəfi 3-ə bölürəm. 7-ni 3-ə böləndə eləyəcək 2/3-də 1. Burada n qalacaq. Burada isə 8 qalacaq. Deməli, n olacaq 3, 4, 5, 6, 7. Eyni qaydada 12-ni davam edək. 12-də 12-də belə olacaq. 24, 2n, 20, 25-i də 4-ə vuran, 3-ə vuranda 15. 4, 2n, 15. Deməli, 2-yə bölsək hər tərəfi 2. Burada eləyəcək 7/5. n bərabərdir 3, 4, 5, 6, 7. Bir dəqiqə davam edəcəyik. Deməli, 13 və 14 qaldı. 13 və 14-ə də indi baxırıq. Hə. 13-ə baxaq. 13-də deməli 13-də belə olacaq. 13-də 30 eləyə bilərik. Surətləri eyni edə bilərik. 5-i 5-ə 25. 30 n 30, 6-nı da 3-ə 18. Demişdik ki, surətlər bərabər olanda tərsinə götürəcəyik. Burada n bərabər olacaq. 19, 20, 21, 22, 23, 24. 14-də baxaq. 14-də necə eləyirik? Sonuncuda 14. Yenə baxırıq ki, surətləri bərabər eləyə bilərik. 6-nı 5-ə 30. N olduğu kimi qalır. 5-i 4-ə 20. Surətlər bərabər olanda tərsinə götürəcəyik yenə. Və n 21, 22, nöqtələr 29. 61-in həllinə baxaq. Vaxt getməsin deyə. Bunların həllini belə izahlı şəkildə yazmışam və planşet qələmi səliqəsiz yazdığına görə bu cür təqdim edirəm ki, oxuya biləsiniz. Burada həlləri özünüz oxuyub yəqin ki, başa düşərsiniz. Ardıcıl baxaq. Yəni, məndə planşet qələmi çox səliqəsiz yazır deyə ekrana tez-tez nəsə izah etmək istəyəndə, yazmaq istəyəndə səliqəsiz olur deyə bu üsuldan istifadə etməli oldum. Ona görə də həlləri buru ilə yoxlayarsınız. Bu da 3-4 davamı. Buradan baxın, həlləri yoxlayın. Mən isə keçim növbəti 61-in növbəti hissəsinin izahına göstərim sizlərə. Bu da davamıdır. Davamında həlli var. Deməli, davamının həlli yəqin ki, buradan başlayır. Bəli, 5-in həlli buradadır. Köçürə bilərsiniz 5-in həllini buradan. Köçürmək yox, yəni düzgün ifadə etmədim. Yoxlaya bilərsiniz. Köçürmək yanlış işdir. Yəni, belə deyək də uşaqlar, yazdığınızı özünüz yoxlaya bilərsiniz. Aydındır ki, hazırlıq zamanı müəllimlərin, lap dərs zamanı olsun, hazırlıq zamanı olsun. Müəllimlərin vaxtı olmaz. Çünki çox vaxt aparandır bu tapşırıqlar. Yoxlamaq üçün xeyli vaxt lazımdır. Siz öz yazdıqlarınızı buradan yoxlaya bilərsiniz. Deməli, keçək. Sonra
Davam edək. 6 ilə 6'nın həllinə də buradan baxıb yoxlayın. Əvvəlcə çalışın özünüz yazasınız. Və keçək növbətiyə. Bu 6'nın həlli olsun. Bu da 7'nin həlli olsun. 7'nin həlli də buradadır. Bəli, 7'nin həlli də buradan baxa bilərsiniz. İndi isə davam edək. Növbəti. Deməli, neçə gəlir? 62 gəlir. Tam və kəsr hissələrin hasilini istəyir. Hasilini tapın deyir. Hə. Baxaq. Deməli, yükləyək bunu. Deyəsən, bu 62 yox. Hə, burada da 62. Tam və kəsr hissələrin hasilini tapın deyir. Bir də 3'ü vuracağıq. 3 tamdır. 0,5 kəsirdir. 3'ü 0,5'e vuranda edəcək 1,5. 6 tamdır. 0,25 kəsirdir. Vuranda edəcək 3 yadda 1,5. Üçüncüdə mənfi 9 götürəcəyik tamı. Onu vuracağıq 0,4'e. O deyəcək mənfi 3,6. 4'dən 2'ni vuracağıq 3'də 1'ə. Bu da eləyəcək 3'də 2. 5'də mənfi 17'ni vuracağıq 0,6'ya. Bu bizə verəcək 2, 4 yadda. 10 tam, onda 2, 6'da mənfi 8'i vuracağıq 3'də 2'yə. Çünki mənfi 8'dən 7'dən 3'də 1 çıxanda bu qalır 8'də 16. Bu da bizə verəcək. Məxrəcdə 3 idi burada. Bu da bizə verəcək mənfi 5,3'də 1. 6 dənəsini yazdıq mı? Hə. Çoxunu yazdıq, qaldı azı. Deməli, uşaqlar, belə deyək də, bu qutardısa, keçək. 7, 13'ün elə tamı 13'dür. Kəsri 0'dır, 0 eləyəcək. 9'un tamı 9'dur, kəsri 0, 10'da 2'dir, 1,8 eləyəcək. 9'un tamı mənfi 17. Yox, mənfi 17 deyil. Mənfi 16'ın özüdür, 0'a vuranda 0. 10'da mənfi 10'dur, vuracağıq 5'də 3'ə, ixtisar gedəcək. Mənfi 2, mənfi 6. Sonra bu bitdi. Keçdik növbətiyə. Növbəti 63'dür. 63'dən davam edək. Verilmiş ədədlərin kəsr hissəsini tapın. Kəsr hissəsini tapın deyəndə 3'də 22 olursa 7,9'da A. 3'də 22 olarsa bu 3'ü hər tərəfin vuraq. 3'ə məxrəcə eyniləşdirək. 7'ni də vuraq 9'a, üzərinə A gələk. Burada olacaq 9'da 66. Burada da olacaq 63 üstə gəl A. Deməli, məxrəclər incisi bizim işimiz surətləndir. A'mız neçə olmalıdır? 3. Davam edirik. Yaxşı ki, 4 dənədir burada tapşırıq bəlkə. Tez bitə. İkinciyə. Deməli, 6'da 9'da A. Bu 6'da 38 əvvəlcə ixtisar aparaq. 3'də 17 alınsın. Sonra məxrəcləri eyniləşdirməyə keçək. Bu 6 vur 9 üstə gəl A. Bu isə 9'da 3'ü 17'yə vuranda 51. 6'da 9'a vuranda nə eləyir? 54. Bu 17 değil ki 19'du. Bu da 57 olacaq onda. 54 üstə gəl A bərabərdir 57.
Burada da A bərabərdir 3. İndi doğru oldu. Keçdik üçüncüyə. Üçüncüdə uşaqlar, üçüncüdə baxaq. 90-da BA çıxılsın B şəklindədir və 1,30-da 7 kimi yaza bilərik. Bu 1 tamları ataq. Yəni bizə lazım olmayacaq deyə atırıq. 90-da 3-ü də 7-yə 21. Deməli bu BA çıxılsın B ifadəsi 21-ə bərabərdir. Bu uşaqlar aydındır ki 23 ola bilər. 2 çıxanda 21 olur. Deməli burada A olacaq 3. B-mizi nə almışıq? 2. A üstə gəl B-də də 3 üstə gəl 2. Bizə verəcək 5. Sonra dördüncüyə baxaq. Dördüncünün həllin. Deməli 2 eyni şeydir. 90'da BA çıxılsın B'dir. Bu da bərabərdir. 15'də 2,15'də 2 kimi götürə bilərik. Yenə bu 2 tamlara ataq, bizim bu lazım olmayacaq. 6'ya vuranda məxrəci 15'i 90, 2'ni də 6'ya vuranda 12. Bu elə bir ifadədir ki, çıxanda 12 edir. Deməli, gəlin fikirləşək. 10 neçə ola bilər bu? 12 olsun deyə. Deməli 23 idi. Bayaqçında 23 alınmışdı. Burada isə 6'nı 2'yə vuranda isə 12 alındı. Və bu hansı ifadə ola bilər? 13'dən 1 çıxsaq 12 edə bilər. Bəli. 13'dən 1 çıxanda 12 edir. Deməli, B'miz 1'dir, A'mız 3'dür. A üstə gəl B cəmin istədiyinə görə bu olacaq 1 üstə gəl 3 bərabərdir 4. İndi uşaqlar, növbəti tapşırıq. Davamı neçə gəlirdi? Səhv eləmirəmsə 64'dür, eləmi? 64'də artıq hazır həlləri mən yazmışam. Siz buradan sadəcə yoxlamağınız qalır tapşırığı. Yəni həllər var. Tapşırığı buradan baxıb özünüz üçün yoxlaya bilərsiniz. Belə. Uşaqlar, bu qədər. Növbəti videomda davam edəcəyəm. Birincidə deyir ki, bir ədədin 4'də 3 hissəsinin deməli 10'da 4'də 3 hissəsinin üzərinə 3 əlavə etdikdə ədədin özü alınır. Bu ədədi tapın. X-ları bir tərəfə keçirsək 3 bərabərdir. X çıxılsın 4'də 3 X. Buradan da 4'də 1 X bərabərdir 3. X bərabərdir 4 vurulsun. 3 neçə edəcək? X bərabərdir 12. Söhbət 12 ədədindən gedir. İkinciyə baxaq. İkincidə deyir ki, ədədin 5'də 2 hissəsinin üzərinə 9 əlavə etdikdə ədədin özü alınır. Bu ədədi tapın. X-dan 5'də 2 X çıxsaq bizə 9'u verəcək. Bu da eləyir 5'də 3 X bərabərdir 9. X bərabərdir 5 vurulsun 9 bölünsün 3. İxtisar gedir, burada 3 qalır. 5'i 3'ə vuranda 15. Söhbət 15'dən gedir burada. Üçüncüyə baxaq. Üçüncüdə olacaq 7'də 2 hissəsinin üzərinə 20 əlavə etsək ədədin özü alınır. X-dan çıxacaq 7'də 2 X-ı bərabər eləyəcək 20'yə. 7'də 5 X
bərabərdir 20, x bərabərdir 20 bölünsün 7-də 5, x bərabərdir 20 vurulsun 5-də 7, ixtisar gedir 4-ü 7-yə vuranda 28. İndi isə 66-ya baxaq. 66-da necə edəcəyik? 66-yı da belə edəcəyik ki, verilmiş ədədləri müqayisə edəcəyik. Deməli, A-da 25-də 13-dür. B-də 100-də 52-dir. Çevirdim hamısını. C-ni də ixtisar apara bilərəm uşaqlar. 101-ə bölünür. 25-də 13 qalır. A-la C-nin bərabər olduğunu görürük. Bunu da 4-ə bölsək 25-də 13 qalacaq. Bu da 4-ə. Deməli, A bərabərdir, B bərabərdir, C. Sonra keçdik ikinciyə baxmağa. İkincidə də belə olacaq. İkincidə A 20-də 19, B-də 100-də 95-dir, 5-ə bölünür, 20-də 19 alınır. C-də də 101-ə bölünür, 20-də 19 alınır. Burada da A bərabərdir, B bərabərdir, C. Üçüncüyə baxaq. Üçüncüdə A bərabərdir 50-də 17, B bərabərdir 134 2-yə ixtisar gedir 50-də 17, C bərabərdir 101-ə ixtisar gedir 50-də 17. A bərabərdir, B bərabərdir, C. 67-yə baxaq. 67-də deməli, birincidə A, B, C müsbət ədəddir. Görürsünüz ki, A böyükdür, B. Amma məxrəcdə olanda surətlər bərabərdə demişdik, tərs götürəcəyik. Onda müqayisə eləsək, B böyükdür, 1 bölünsün C. İkincidə natural ədədlərdir. B böyükdür, A böyükdür, C. Onda tərsinədir. 1 bölünsün C böyükdür. 1 bölünsün A'dan. O da böyükdür. 1 bölünsün B'dən. Üçüncüdə mənfi ədədlərdir. Mənfi ədədlərdə artıq məxrəcə düşür. Tərs elə özünün də tərsini götürürük. Onda 1 bölünsün A böyükdür. 1 bölünsün B böyükdür. 1 bölünsün C. Dördüncüyə baxaq. 4 və 5 qaldı. Dörd və 5. Bunun hələ davamı da var. 4-də mənfi ədədlərdir. Mənfi ədədlərdir. Məxrəcə düşüb. Müsbət olsaydı tərs götürür. Yenə özü olduğu kimi götürüləcək. B. 5-cidə natural ədədlərdir. Onda tərs götürüləcək. 1 bölünsün A böyükdür. 1 bölünsün B böyükdür. 1 bölünsün C. Mən ekrana qoymamışam burada. Amma bunun davamı da var imiş. Kitabda var. 6-dan baxaq. Mənfi ədədlərdir. Amma mənfi ədədlərdir. Surətdədirlər. Məxrəclər eynidir. Onda tərs götürüləcək. A bölünsün. Kiçik olan böyük götürüləcək. B bölünsün 12. Böyükdür. C bölünsün 12. 7-cidə mənfi ədədlərdir. Yenə surətdədir. Onda tərsinə götürüləcək. 18 böyükdür. B bölünsün 18 böyükdür. A bölünsün 18. 8-cidə deməli müsbət ədədlərdir. Müsbətdirlərsə olduğu kimi götürüləcək. C böyükdür 18, kiçikdir. B bölünsün. Yox, mən 8-ə baxıram. 18 deyil, bu 11-dir. B bölünsün 11. Bu da 8-dən bir dəqiqə qarışdırdım. 7-ni, bu A idi. Bu da B bölünsün 11. 9-da
A kiçikdir 0. A mənfi ədəd olarsa müqayisə edirik. A'mız mənfi ədəd olarsa, məsələn, bunu başa düşmək üçün mənfi 2 götürək. Mənfi 9'da 2, mənfi və mənfi 7. Deməli, məxrəclər demişdik ki, müsbət ədədlərdə kiçik olan böyükdür. Mənfilərdə amma tərsinədir. Böyük olan, məxrəci böyük olan, böyük olacaq. Deməli, onda böyükdür. A8 böyükdür. A7. Sonra 68'də nə deyir? Kəsirin ala biləcəyi ən böyük qiyməti tapın. Deməli, kəsirin ala biləcəyi ən böyük qiyməti istəyir. Nömrə 68. Birincidə. Kəsirin ala biləcəyi ən böyük qiyməti. Şərt necədir? A böyükdür, B böyükdür 8. Burada kəsirimiz özü A üstə gəl, B üstə gəl. 6, A üstə gəl, B. 8'də deməli, burada natural ədədlərdir və A1'dən uşaqlar bunu belə yaza bilərik də. Gəlin ayıraq da bunlar. Belə yazmaq olar ki, bəli, belə olur. Onsuz da orta məxrəc eləyəndə bunlar yeni toplar. Bu gedir 1 alınır. 1 üstə gəl 6, A üstə gəl B. Bu A üstə gəl B 1'dən böyük 6'dan kiçik qiymətlərdir. Məsələn, 2, 3 qoysaq, 2, 3. Ümumiyyətlə, burada ən böyük qiymət istəyir. Ən böyük qiyməti almaq üçün 6 ən kiçik ədədə bölünməlidir. Ən kiçik qiymət elə mənim fikirləşdiyim kimi 2 və 3 götürəndə alınır. 1 üstə gəl. 2 ilə 3'ün cəmi nədir? 5. 1 üstə gəl 1 tam onda 2. O da eləyəcək 2 tam onda 2. Böyük ədəd qoysaq, ədədimiz kiçik alınır. İndi keçək növbətiyə baxaq 68'in davamına. 68'in davamında yəni ikincisində A və B natural ədədləri üçün eyni şeyi mən burada ilə bir dənə məxrəcə ayırım. İfadəm sadələşdirim burada. Bunlar getdi 1 oldu. 1 üstə gəl 8 bölünsün A üstə gəl B. İndi nə deyir şərtdə? Ən böyük qiyməti, yenə deyirəm, bayaqçı kimi ən kiçikləri götürməliyik. A-nı 3 götürək, B-ni 4. A-nı 3, B-ni 4 götürək ki, ən böyük qiyməti alınsın. 1 üstə gəl, 7'də 8 olacaq onda. 2 tam 7'də 1. Sonra keçdik 3-cüyə. 3'də deməli, 3'də necədir vəziyyət? Yenə eyni qayda ilə A üstə gəl B-ni ayıra bilərik. Burada qalacaq 3 A üstə gəl B. Bunlar da ixtisar gedir 1. A üstə gəl B. Kəsirin ala biləcəyi ən böyük qiyməti. A-nı burada 2 götürək. B-ni də 3 götürək. Ən kiçik götürək ki, ən böyük qiymət alsın. Bu da eləyəcək 1 tam onda 6. Sonra keçək 4-cüyə baxaq. Sonuncudur. 4-cüdə nədir? A üstə gəl B. A üstə gəl B üstə gəl. A üstə gəl B. 1'dir. 1'in üstünə 5. A üstə gəl B. Bu da eləyir A-mızın 6, B-mizin 7 qiymətində 1 üstə gəl. 1 tam 13'də 5. Bəli uşaqlar, bu qədər davam edəcəyik.
Salam, bu videomda sizə Elmədin təğivadi və onluq kəsirlərdə 69, 70, 71 və 72-nin həllərini təqdim edəcəyəm. Vaxt məhdudiyyəti olduğu üçün bir-bir izahlı həll etmirəm, amma həllərini ardıcıl olaraq yazmışam. 69-un bütün həlləri buradadır. Hamısını onluq kəsirə çevirmişəm. Dövrü ədədləri heç olmasa 3-4 vergüldən sonra 3-4 rəqəm olaraq təkrarlayaraq yazın ki, müqayisə etmək sizin üçün asan olsun. Mən də o formada yazmışam. 3-4 rəqəm təkrar yazanda vergüldən sonra aralarındakı fərqi müqayisə etmək olur. 70-in də həllini yazmışam. 70-də kəsirlərdə ortaq olan vurğuları, yəni belə deyək də ortaq məntiqi tutmaq lazımdır. 12-ni 3-dən 4-ün, 20-ni 4-dən 5-in, 30-u 5-dən 6-nın, 42-ni 6 ilə 7-nin hasili kimi yazanda ardıcıl ədədlərin hasili alınır. Məxrəcdə onlarda da ki, surətlərində hər birində çıxanda 1 alınır. Bu formada yazmışam. Mənfi müsbət ədədləri eyni olan mənfi müsbət ədədləri 0 aparmışam. Bütün həlləri burada izahlı formada yazılıb, baxa bilərsiniz. Mənə də gəlir ki, bir-bir diqqətlə baxın və təkrarən özünüz yazsanız izahı başa düşərsiniz. İndi isə keçək 71-ə. 71-in həllini də burada eyni. 71 biraz 70-ə nisbətən gəlizdir. Orada məxrəcdə bəzi dəyişikliklər edəndə ortaq olan hissələri tutmaq olur, yəni məntiqi tutmaq olur. Çalışın ki, diqqətli olun. Burada həllərə də baxın. Keçək 72-yə. 72-ni bir-bir izahını yazmışam. Məsələn, birincidə deyir məxrəci 12 olan 4-də 3-dən böyük və 1-dən kiçik olan neçə kəsir var. Bunu mən 4-də 3-dən böyük surəti x deyə adlandırmışam. Məxrəc 12-dir, surət bilmirik neçədir. X-dır. 4-də 3-dən böyük və 1-dən kiçik. Ortaq məxrəc eləmişəm. Hər birini 12 etmişəm. Bir dəqiqə gözləyim. Hə. Baxaq, 4 ilə 12 və 1-ə ortaq məxrəc 12-nin özüdür. Birincidə 12-də 9 alınır, o birində 12-də x-dir. Biri də 12-də 12 kimi yazanda müqayisə etmək rahat olur. Məxrəclər eyni də atırıq. 9 ilə 12-ni müqayisə edirik. 10, 11 edirik. 2 kəsir var. İkincidə də 8-i də 16 eləmişəm. Biri də 16-da 16 kimi götürmüşəm. Və müqayisə edəndə 11, 12, 13, 14, 15, 5 kəsir alınır. Yəni, bunlar surətlərdir. Mənim tapdığım bir qısa surətdir. Məxrəc hamısında 16-dır. 72-in üçüncüsündə cəmi istəyir. Cəmi istədiyinə görə yenə eyni qayda tapıb 9-da x bizim tapdığımız surətdir. 9-da 7 ilə 9-da 8-i cəmləmişəm. Və buradan alınan ədəddə yazmışam. 72-in 4-ün də həlli eyni qayda ilə yazılıb. Həllərə baxa bilərsiniz. Nə suallarınız olsa rəy bölməsinə yaza bilərsiniz.